Padruqamdır, xoş bir iş ol. Biz sən nə edirsən? Üstündə çox əsəcəksən. Belə pıçıqmazı yemədiyini yedizdirəcəksən, yanında duracaqsan. Qatıyanda, Ayşə bir dənə deyəndə aşkım. Oo. Yemədiyini yedizdirəcəksən, hər şey eləyəcəksən, vızqırdıb çıxıb gedəcəksən, elə bir adamlara satacaq ki, matın quruyacaq. Cındırırıq elə. Qoymur. Ayşə qoymursansa, yaxşı sən danış, mən danışmıram aşkım. Mən əsəbləşdirirsən. Danışmıram, danış. Bütün gün ancaq onunla danışıram. Danış. Onda məndən məsləhət almaq xahiş edirəm. Sözünü danış, adımı ver. Yox, istəyirəm əbədi olsun. Əbədi olsun da məndən soruşursan, mən sənə deyirəm, sən mənə qoymursan danışmaq. Mən sənə daha nə deyim? Demirəm dayı. Yox, dayı demirəm, sözü. Yox, xahiş edirəm. Demirəm, sözünü danış. Qurban olum. Sən sevirəm. Sən çox istəyirəm. Deyirəm ki, ağzımda. Nə qədər eləyəcəksə, o qədər çıxıb gedəcəkdə dəyərsiz olacaq sənin üçün. Başa düşdün? Olmaz. Cındırıq elə yanında qalacaq həmişə, yanına rahat olma. Çesmə qabar ya. Mən elə qız deyirəm baxı, mən çox istəyirəm. Allah haqqı elə qız ol, yaxşı olacaq. Cındırıq elə aşkım. Düz adama yeri yoxdur. Yox, bacara bilmirəm. Onu itirməyə hazır ol, hər an itirə bilərsən. Axı bütün günü danışırıq. Danışdın, danışmadın. Nə qədər yaxşı olacaqsan, o qədər cındırıq görəcəksən. Cındırıq elə, narahat olma, yaxşı olacaq. Bir-birimizə cındırıq eləyə, dostluğumuz əbədiyyətə qədər gedəcək. Mən bacara. Onda sağollaşmağa hazır ol. Yəni həyatın qanunu budur ya, mən ciddi deyirəm. Həqiqi. Vallah. Nə? Yaxşı olur inşallah. İnşallah. Öpürəm, sən iş olsun. Bye bye. Ləman. Orada partladı. Deyirlər aşı ləman bişirir, kim bişirir? Kalan pişirib. Xalası bişirir aynı zamanda. İndi bildiniz. Tamam, mən pişirəm. Sağ ol. Ha. Valla düzün deyirəm. Təkdən tük padruqa var ya yoxdur. Qalanları hamısı maddiyyat, mənfəət, nəsə güdür. Nə qədər yaxşı olacaqsan, o qədər itirəcəksən. Yaxşılığından da istifadə edəcəklər, normallığından da, anormallığından da. Amma fikir vermişəm, kimsə kiməsə cındırlıq eləyir, olan dostluqları çox gedir. Çünki iki cındır bir yerdə çox gedir. Başa düşdün? Cındırlıq eləyəndə dostluq əbədiyyətə qədər gedir. Bəşəriyyət belə düzlüyü götürmür. Ağırlıq qəbul edir.